Hər bir xalqın özünə məxsus maddi mədəni irsi var və onların eləsi var ki, təkrar olunmur. Məsələn, saz sənəti. Saz sənəti Bağdaddan üzü bu yana türklərin yaşadığı hər məkanda mövcuddur. Çeşitli adlar deyirlər, ona bəzi yerdə saz deyirlər. Anadoluda türklər ona bağlama deyir və ya saz deyirlər. Qopuz, Dədə Qorqud dastanından bildiyimiz qopuz deyən olub filan və İstoria Midi kitabının 145-ci səhifəsində İstoria Midi kitabının 145-ci səhifəsində Midiya sərhədləri daxilində kimlər yaşayıb və onların maddi mədəni irsi ilə bağlı məlumatları öyrəndikdən sonra artıq bu qərara gəlirsən ki, doğrudan da Midiya sərhədləri daxilində yaşayan insanlar türklər olub və onun da bariz bir örnəyini mən sizə deyim. Bayağı dediyim kimi 145-ci səhifədə mən indi bunu sizə göstərəcəm. Bax, burada ortadakı şəkilə diqqət edin. Görürsünüz, bax. Bir aşığın, musiqiçinin şəkli verilib orada. Və sinəsinə sazı qoyub, saz çalır. Və altında da belə yazılır. Bizim eramızdan 8 əsr əvvəl tapılan bürünc lövhələrdəki Babil paltarında Midiya musiqiçisinin şəkli. Bu belə yazılıb. Eramızdan əvvəl 8-ci əsr. Midiya sərhədləri içərisində saz çalan bir musiqiçi var. İndi deyirlər ki, yox, nə bilim, Midiya Fars dövləti olub, nə bilim, Midiya nə dövləti olub filan. Sizin o iddialarınızın qarşısında bir tək bu faktın çıxarılması özü onu göstərir ki, sizin o irəli sürdüyünüz iddiaların tamamı çürükdür. Heç bir aslı-astarı yoxdur. Yəni, yalandan Midiya bizim dövlətimiz olub, Midiyada yaşayan insanlar bizim insanlarımız olub filan. Orada bir bəzi qaynaqlarda Persida keçir, bəzi qaynaqlarda Perşua keçir. Buradakı xəritədə də Persu da keçir. Igor Dekhanov'un İstoria Midi kitabında xəritə var, o xəritədə Perşu da keçir və ya Persi da keçir, dəyişik adlarla. Amma bu gördüyüm, sizə göstərdiyim bu əsər şəkillər, bundan başqa çox sayda şəkil var. Sadəcə video qısa olsun deyə və bəzi o kitabdan, dəftərdən xəbəri olmayan, yazısı, pozusu olmayan, bəlkə heç 10-cu sinifi də doğru düz bitirə bilməyən, məzun ola bilməyən insanların o iddiasına qarşılıq mən bu qısa videonu çəkdim ki, bu saz mədəniyyəti türklərə aiddir. Və Anadoluda zorla özlərini mən türk deyiləm insanlar saz çalır, bağlama çalır. Və bunu onlara deyəndə yox, biz bağlama çalarıq, amma biz türk deyilik. Bəs soruşanda ki, nə sən yox, biz filan xalqa mənsubuq. Filan xalqın da dilini bilmir. Yəni, tamam, bütün xalqlar mənim üçün eynidir. Mən o ayrı seçkilik qoymuram. Amma adam deyir ki, mən filan xalqa mənsubam, amma filan xalqı dediyi xalqın dilini bilmir. Ona görə sadəcə mən bir faktla sizin diqqətinizə çatdırmaq istəyirəm ki, boşuna özünüzü yormayın. Bütün bu tunç qablarda ortaya çıxan və arxeoloqlar tərəfindən incələnən eksponatlar tamamilə Midiya torpağının türk torpağı olduğunu göstərir və Midiya dövlətinin də türk dövlət olduğunu göstərir və o dövlətin tərkibində Turukilər, Qutilər, Elamlar tamamı türk dövlətləridir və sonradan da Manna dövləti onlara bağlandı. Yəni Midiya Mannanı da öz sərhədləri daxilinə qatdı və Midiya dövlətinin
yönetiminde kimler olur olsun. Indi o bir sonraki videoda ben anlatırım o necə oldu media dövləti yönetimine başka xalqlar oturdu. Başka xalqlar onun yönetimini ele keçirdi. Onu ben bir sonraki videoda anlatırım. Tamamen bir saray çevrilişi neticesinde ortaya çıkan bir çevriliş idi. Bir iktidar değişikliğiydi ama devlet devlet olarak kalırdı ve Türk devletiydi. Size de söylemek istediklerim bugünlük bu kadar. Allah'a ısmarladık.